Xoş gördük değerli dostlar, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərində prospektə yaxın olan bir ərazidə, Heydər Əliyev prospektinə yaxın olan bir ərazidə, doğrudan da marşruta, dayanacağa, marketlərə yaxın olan bir ərazidə 2 mərtəbəli, 4 otaqlı həyət evimizi, həyətinə maşın girən, kupçalı, tam mülkiyyət olan həyət evimizi çəkib təqdim edirik. Biz 2-ci mərtəbədən çəkilişə başladıq. Biz yataq otağıdır bura. Bura uşaqlar üçün yataq otağıdır. Buradan da eyvana çıxışı var. Bax, belə bir eyvana çıxışı var. Keçək buradan. Burada iri bir yataq otağıdır. Pəncərələrin qarşısı hamısı açıldı. Rahatlıqla görürsünüz, gündə düşür. İşıqlıdır. Təmiri əladır. Sənət kupçadır. Xırdalan şəhərinin tam mərkəzinə yaxın olan bir ərazidə yerləşir. Yola yaxındır, prospektə yaxındır. Rahatlıqla bir 50 metr piyada marşrut dayanacağına gedə bilirsiniz. 2 sanitar qovşağıdır, 1-ci mərtəbədə və 2-ci mərtəbədə. 3 otaq yuxarıdadır. Bura giriş qapısıdır bu hissə. Buradan da baxırıq, belə yeri istipol, mərmər qranit. Pləkanın altında belə şkafı da var. Bu cür. 1-ci mərtəbənin sanitarı. Bura mətbəx hissəsidir. Təmirinə söz ola bilməz, əla təmiridir. Bu da onun qonaq otağı. Bax, belə bir geniş qonaq otağıdır. Pəncərəsində qarşısı görürsünüz. Qoşa daşla tikilib, yeni tikilidir. Təmiri də tamamlanıb. Keçək həyətində sizə təqdim edeyim, çəkimi təqdim edeyim. Burada da onun maşın girən həyəti mərkəzi kanalizasiya sisteminə qoşulub. Burada trapı da var, yağış sularının getməsi üçün. Bax, belə bir doğrudan da gözəl bir evdir. Qiyməti 115.000 manata. Tam kupça ilə, mülkiyyət sənədi, torpağın sənədi ilə 115.000 manata. Padvalını da görürsünüz. Bax, belə bir padval. Sonra burada yaşıl evi görürsünüz. Onun həyətinə maşın girmir. 110.000 manata. Kupçalı tam mülkiyyət. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun.